Bugün biz çiğ kökdən salat elədik. Baxın, xırda gözdən belə çəkmişik incə-incə. İndi biz buna vuracaq qoz. Çəkilmiş qoz vururuq. Duz. Zirinç qabaqçadan yumuşaq biz seçmişik ki, içində heç nə getməsin. Qəşəng yuduq. İstaxra qoymuşuq qabaqçadan yumuşaq olsun. Yox, sıxmışdı, sıramda mən şey elədim. Bir də yağ vuracağım buna. Müəllimə, o bişmiş kökdən eləmək olar? Yox, bişmiş kökdən eləmək o başqa salatdır. Onu başqa deyəcəm. Bu belə. Bir də şüyüt vururam. Siz buna zirinç əvəzi nar da vura bilərsiniz. Amma zirinç ona təmiz başqa tam verir. Zirinçlə çox qəşəng olur. Zeytun yağı da vura bilərsiniz. Amma mən həmişə duru yağ vururam ki, qarğıdalı yağ. Qəşəng olur. Zeytun yağı hər adam sevmir. Çalışın ki, salat qarışdıranda həmişə elə eləyin ki, əllə qarışdıranda siz əzirsiniz tərəvəzləri, onda pis günə qalır, əzilir. Temboli pişmiş olanda lap pis olur. Görünüşü çox yaxşı çıxartmaq olmur. Ona görə çalışın ki, elə qarışdırın ki, normal həm qarışsın, həm yapışmasın, xəşil çıxmasın. Dekor olaraq ağ küncüt də səpə bilərsiniz, amma nar daha qəşəngdir. Salfetka verin mənə. Bu salata ancaq şüyüt qəşəng gedir. Belə. Çox dadlı, vitamin salatdır, çox xeyirdir, polezli.